Salam, hər vaxtınız xeyir olsun, hörmətli şagirdlərimiz. Bugün 14 dekabr 2025-ci ildə Dahi Akademiyada keçirilən 5-ci sinif ingilis dili suallarının izahına baxırıq. İlk olaraq başlayırıq 26-cı sualdan. 26-cı sual bizə qeyd edir ki, match the pronouns with the sentence. Biz bizə verilən əvəzlikləri cümlələrlə uyğunlaşdırmalıyıq. İlk cümləmizdə he likes John, he is a friend of. Biz bilirik ki, İsim of birləşməsi əgər bizdə ifadə olunubsa, isim of ifadəsidirsə, bu zaman əvəzliyin müstəqil növündən istifadə olunmalıdır. Buna görə də bizim A, B, C, D, Y variantların içərisində yalnız Y variantımızda his əvəzliyimizin müstəqil növüdür. Buna görə 1 Y. İkinci cümlədə he knows building, but he can't explain location. Birinci tərəfimizdə building ismi təkdədir. Təkdə olduğu üçün və nöqtələrdən sonra isim gəldiyi üçün biz bura həm asıl əvəzlik, həm də demonstrative pronounsdan this və yaxud da that əvəzliklərindən istifadə edə bilərik. İkinci tərəfində də yenə eyni qaydada isimimiz işlənibdir. İsim işləndiyi üçün biz burada da asıl əvəzlikdən istifadə etməliyik. Hər iki tərəfimizdə asıl əvəzliyimiz də ola bilər. Birinci tərəfimizdə demonstrative pronouns, ikinci tərəfimizdə isə aslı yerli əvəzliyinin, yəni aslı halından istifadə edə bilərik. Variantlar üzərində baxsaq, görərik ki, həm B, həm D variantı ilk variant olaraq, yəni birinci boşluğu hər ikisi uyğundur. Amma binadan söhbət getdiyi üçün o bu binanı tanıyır, amma o onun yerini, location, yəni yerini izah edə bilmir. Binanın yerini dediği için biz burada it'ten istifadə edirik. Değil mi? Bura uyğun değil. Buna görə də 2-də olur B variantı. Sonuncu cümlədə where are grandmother's books? Nənənin kitabları hardadır? She can't find. Onları tapa bilmir. Biz bu tərzdə olan cümlələrdə başa düşürük ki, nöqtələrdən sonra isim işləndiyi üçün burada asıl əvəzliklərdən biri olmalıdır. İkinci tərəfində isə find feil olduğu üçün feildən sonra da əvəzliyin personal pronounsun obyekt alı işləndiyi üçün və books sözü də cəmdə olduğuna görə ikinci tərəfində them, birinci tərəfində your işlənməlidir. Yəni D variantı. Ümumi cümləyə baxsaq, where are your grandmother's book? Sənin nənənin kitabları haradadır? She can't find them. O onları tapa bilmir. Uyğunlaşmaya baxsaq 1E, 2B, 3D. Yəni düzgün cavabımız oldu C variantı. 27-ci sualda how many variants are correct? Neçə variantımız doğrudur? Bunlara nəzər yetirməliyik. Birinci cümlədə the calves is in the yard. It's small. Biz bilirik ki, calf sözü calves formasında olduğu üçün cəmdə olan bir isimdir. Cəmdə olduğu üçün biz is işlədə bilmərik. Əgər are olsaydı doğru olardı. Demək birinci cümləmiz yanlışdır. Birincini atırıq. There are a supermarket and a kindergarten in here. Biz bilirik ki, there is tipli cümlələrdə əgər cümləmizdə and bağlayıcısı varsa, bu zaman anddən əvvəl gələn birinci sözə baxmaq lazımdır. Birinci söz təkdədirsə there is, cəmdədirsə there are-dan istifadə olunmalıdır. Burada da təkdə olduğu üçün, yəni supermarket sözü təkdə olduğu üçün are yox, is-dən istifadə etməliyik. Buna görə ikinci cümləmiz də yanlışdır. Üçüncü cümləmizdə your grandmother is living in Baku. Burada ilkin olaraq ola bilər ki, bu bəzi uşaqlara çaşdırsın, amma live feil olduğu üçün və biz bunu to be feillərin içərisində əzbərləyib öyrənmədiyimiz üçün is burada artıqdır. Your grandmother lives in Baku formasında olsaydı düz olardı. To be feilləri biz öyrənəndə onların içərisində yaşamaq feilinə keçməmişik. Dördüncü cümlədə the picture of our family is ready. Biz bilirik ki, cansız isimlərin yerli halını düzəldəndə və yaxud da ümumiyyətlə yerli halda of varsa, ofdan əvvələ baxırıq. The picture dediyi üçün bu sözdə təkdə olduğu üçün izlə işlənir. Bu cümləmiz doğrudur. Yəni bir düzgün variantımız var. Bu da olur Y variantı. 28-ci sualda is this glass Aysu? No, is white, not black. Bu tərzdə olan cümlələrdə biz diqqətli olmalıyıq. Çünki burada Aysu xitab kimi istifadə olunub. Bu səninkidir Aysu. Bu formada istifadə etməliyik. Və biz burada əvəzliyin, yerli əvəzliyinin müstəqil formasından istifadə edirik. Aysu burada xitabdır. Biz görürük ki,
Buranı silim hətta aydın görün. Biz burada görürük ki, nöqtələrdən öncə vergül işarəsi qeyd olunur. Vergül işarəsi qeyd olunduğu üçün başa düşürük ki, Aysu burada xitabdır və nöqtələrdən sonra hər hansısa bir isim yoxdur. Demək, burada müstəqil əvəzliklərimizdən biri olmalıdır. Müstəqil əvəzliyimiz olan variantlarımız A, B, D, Y variantlarımız. Buna görə S-ni atdıq getdi. Yerdə baxırıq növbətiyə. No is white, not black. Biz başa düşürük ki, buradakı nöqtələrdən də sonra isim yoxdursa, demək burada da müstəqil əvəzliklərdən biri olmalıdır. Hər iki tərəfi müstəqil olan cavabımız da olur B variantı. Yerdə qalan cavablarımızın heç biri bura uyğun deyil. Daha sonra keçid etsək 29-cu suala. Choose the line of singular nouns. Yəni, təkdə olan isimlərdən ibarət cərgəni seçməliyik. Biz ümumi ilkin olaraq baxırıq variantlarımıza. A variantı crow, laugh, noisy, lesson. İlk baxışdan başa düşürük ki, sözlərimiz təkdədir. Amma noisy səs-küylü dediyi üçün və bizdən də choose the line of singular nouns, yəni isimlərdən ibarət cərgəni istədiyi üçün səs-küylü sözü isim deyil. Buna görə də bu cavabımız yanlışdır. B variantında cattle, country, battle, ay. Cattle sözü plural nounslarda öyrəndiyimiz, həmişə cəmdə olan isimlərin içərisində öyrəndiyimizə görə bu variantımızda atırıq. Çünki bu da təkdə olan isimlərdən ibarət cərgə deyil. Drafts, glass, cheese, suitcase. Damaş aşkı, stəkan və yaxud da şüşə mənasında işlənə bilər. Chess, şahmat, suitcase, çamadan. Bizə məlumdur ki, bu variantımızda bütün sözlərimiz təkdədir. Demək, bu doğru variantdır. Poultry, bizim öyrəndiyimiz plural nounslarda cəmdə olan, həmişə cəmdə olan isimlərin içərisində öyrəndiyimizə görə bunu atırıq. Jar, fire, cake, sock. Sock sözdə cəmdə olduğu üçün bu cavabımız da yanlışdır. Qalır düzgün cavab C variantı. 30-cu sualda choose the correct variant. Düzgün variantı seçməliyik. Baxırıq, birinci. Is this car white? Burada bizdən maşından söhbət gedir. Deyir ki, bu maşın ağdır. Maşın cansaz olduğu üçün biz bunu yalnız it əvəzi ilə ifadə edə bilərik. It olan hallarımız B and D variantlarımız uyğundur. Baxırıq ki, yes və isn't ola bilməz. Yəni, yes ilə qısa cavabda yes istifadə olunubsa, biz burada inkardan istifadə edə bilmərik. Demək, düzgün cavabımız qaldı. 1 B. Are your students at school? Sənin şagirdlərin məktəbdədir. Students sözü cəmdə olduğu üçün biz başa düşürük ki, they are olan variantlardan biri olmalıdır. C və Y variantlarımız burada uyğundur. Yenə də eyni qaydada yes ilə aren't düzgün deyil. Buna görə bunu atırıq. Qalır düzgün cavab C variantı. Are your mother, Sübhan and you at school? Biz başa düşürük ki, sənin anan Sübhan və sən. Və əgər bunlar sənin anan Sübhan və sən artıq siz kimi ifadə olunduğu üçün biz buna cavab verəndə yes we are-dan istifadə etməliyik. Burada you-dan istifadə etdiyi üçün düzgün cavab olaraq yes we are uyğun gəlir. Demək 1 B, 2 C, 3 A. Düzgün cavabımız olur A variantı. Daha sonra keçid edirik növbəti 31-ci suala. 31-ci sualda bizdən düzgün choose the correct logical meaning, yəni düzgün məntiqi mənadan ibarət olan cərgəni istəyir. Biz ilkin olaraq bizə verilən sözlərdən düzgün bir əlaqə tapmalıyıq ki, bunlar arasında hansı məntiqi uyğunluq var. Ice, oil, sand, soap. Bizə məlum olur ki, bu sözlərimizin hamısı uncountable-dır və maddələr qrupuna daxil olan uncountable sözlərdən ibarət cərgədir. Buna əsasən biz baxırıq. Chalk, silk, money, froth, soup. Bunlar hər biri uncountable sözlərdir. Demək, bizim seçəcəyimiz uyğun cavabımız olmalıdır mənaya uyğunlaşan. Yəni, bunlar necə maddələr qrupuna daxildirsə, biz də maddələr qrupuna daxil olan uncountable noun seçməliyik.
Təbii ki, baxan kimi görürük ki, çox sözü burada bizim düzgün variantımızdır. Çünki maddələrə daxil olan uncountable sözlər qrupuna daxildir. Silk ipəkdir, bura daxil deyil. Money topluluq bildirənlərə daxildir. Pul demək də bizə uyğun deyil. Frost şaxtadır, təbiət hadisələrinə daxildir, bizə aid deyil. Soap supdur. Bu da ərzaq bildirən uncountable sözlərə daxildir, bizə uyğun cavab deyil. Demək düzgün cavab olur A. 32. sualda choose the correct variant. Biz düzgün variantı seçməliyik. İlk olaraq A variantında biz bilirik ki, demonstrative pronouns yerlik halda olan sözlərin birinci tərəfi ilə uzlaşmalıdır. Burada mən sözü cəmdə olduğu üçün zaten işlənə bilməz. Ya these ya da those olmalıydı. Buna görə bu variantımız səhvdir. B variantında Mr. Məmmədov. Biz bilirik ki, soyadlardan Mr. and Mrs. Yerli halda işlənəndə bunlar mütləq apostrof S vasitəsilə düzəlməlidir. Buna görə də B variantı da səhvdir. C variantında policeman's friends. Biz bilməliyik ki, mən sözü kökündən dəyişir. Kökündən dəyişən isimlərin yerlik halı istər tək formada olsun, istərsə də cəm formada olsun. Biz onu mütləq apostrof S vasitəsilə düzəltməliyik. Buna görə də bu variantımız da yanlışdır. The tails of that ship. Heyvanların yerli halını həm of, həm apostrof S, həm S apostrofdan düzəldə bilərik. Burada bir yanlış yoxdur. Amma qoyunun quyruğu deyir. Biz başa düşürük ki, qoyun bir dənədir. Bunu da ship sözünün qarşısına işlənmiş dət əvəzliyi ilə anlayırıq. Başa düşürük ki, o qoyun bir dənədir. Bir dənə qoyunun isə bir dənə quyruğu olar, quyruqları olmaz. Buna görə bu da düzgün cavabımız deyil. Amma sonuncu variantımızda a young actor's address. Aktyorun adresi, cavan aktyorun adresi. Aktyor sözdə təkdə olduğu üçün A artiklı ilə işlənir. Yəni burada hər şey doğrudur. Yəni düzgün cavabımız olur E variantı. 33-cü sualda which words can't be used with a vowel of? Biz a vowel-la işlənə bilməyən isimləri, yəni numerativ sözləri seçməliyik. Biz bilirik ki, a vowel bir kasa deməkdir. Bir kasa mənasını ifadə edir. Bir kasa mənasını bildirdiyi üçün bir kasa mebel olmaz. Demək biri birdir. Bir kasa flor. Biz bilirik ki, flor döşəmə deməkdir. Bir kasa döşəmə olmaz. Biri ikidir. Cəm mürəbbə deməkdir. Bu doğrudur. Above of cəm olar. Above of news programs. Bir kasa xəbər proqramları. Bu da düzgün cavab deyil. Above of sugar. Bu doğrudur. Bir kasa şəkər və above of rice. Yəni bir kasa düyü. Bu da düzgün cavabdır. Bizdən işlənə bilməyənləri soruşduğu üçün, can't be used dediği üçün bizim işlənə bilməyən cavabımız olur 1, 2, 4, yəni D variantı. Devam etsək 34-cü sualına. 34-cü sualda bizdən istəyir ki, how many variants are correct? Neçə variantımız doğrudur? Biz burada həm məntiqlə düşünərək, həm də qaydanı əsas götürərək tapacağımız suallardan biridir. İlkin olaraq baxırıq ki, İbrahim and Cahid's brother good at history. Biz burada başa düşürük ki, İbrahim və Cahidin qardaşı tarixdə yaxşıdır. İlkin olaraq bu forma ilə yanaşacağım bu suala. Brother sözü kişi cinsində olduğu üçün mən buradan she olan variantlarımı atıram gedir. Çünki bunlar mənə lazım deyil. Mənə he olan cavablarım lazımdır. Sonra mənim qısa cavabım yes olduğu üçün, yəni yes-lə ifadə olunduğu üçün mən burada inkar olan cavabları ataram gedər. Bu da gedir. Bu cavabım da gedir. Yəni 3 ilə 4'ü də atıram. Qalıram 2 və 5-ci nömrəli cavablarımda. Baxıram və təhlil aparıram. İbrahim və Cahidin qardaşı tarixdə yaxşıdır. Canlı isimlərin yerli halında, ortaqlıq qaydasında biz bilirik ki, əgər ismin ortaq bir əşyası və yaxud da şəxsi varsa, bu zaman birinci ismə heç bir şəkilçi, yerlik hal şəkilçisi heç bir şey artırılmır. İkinci ismə apostrof S artırırıq və ortaq ismimizi də xəbərlə uyğunlaşdırırıq. Belə olan halda həm cins anlayışına görə, həm yes olduğu üçün yes, he is yazıldığına görə və qardaş sözü təkdə olduğu üçün 5-ci cavabımız doğrudur. Cavablarımızdan biri 5'dir. İndi ikinci cavaba baxsaq, biz buna bir tərzdə yanaşdıq. Yəni İbrahim və Cahidin ortaq qardaşı kimi yanaşdıq.
Bir də belə bir halda götürə bilərik. İbrahim birinci şəxsimiz, Cahidin qardaşı isə ikinci şəxsimiz. İbrahim birinci şəxs, Cahidin qardaşı bu isə ikinci şəxsimiz olduğu üçün and bağlayıcısı ilə bağlanan iki isimdən istifadə olunub. Buna görə də are, they are olan variantım da düzgün cavabımdır. Bu cümləyə əsasən mənim iki düzgün cavabım var. Biri 2'dir, biri 5'dir. Bu tərzdə olan cümlələrə mən 2 forma ilə yanaşıb düzgün cavabı götürə bilərəm. Birinci halda İbrahim və Cahidin ortaq qardaşı oldu. Belə olan halda qardaş sözü təkdədir. Bu zaman biz onu he ilə ifadə edirik. Və ikinci halda İbrahim birinci şəxs, Cahid ikinci şəxs, Cahidin qardaşı isə tamam başqa bir adam olduğu üçün İbrahim və Cahidin qardaşından söhbət getdiyi üçün bu zaman biz they are olan variantı da götürə bilirik. Yəni 2-5 bizim düzgün cavabımızdır. Sonra 35-ci suala nəzər yetiririk. 35-ci sualda bizdən choose the incorrect variant, yəni yanlış olan cavabımızı istəyir. Biz yanlış olan variantı seçməliyik. Deniz dediyi üçün bizə məlumdur ki, bizim ismimiz təkdə olmalıdır. Buna görə də birinci cavabımız doğrudur. Amma bizdən incorrect variant istədiyi üçün bunu atırıq, gedir. No a food. Burada hem food sözü uncountable olduğu için hem de no'dan sonra article işlenebilmediği için ikinci cevabım yanlıştı. No peer dediği için peer sözü tekdədir. Tekdə olduğu için there is'lə işlenebilir. Burada hiçbir səhv yoxdur. A piece of bread. A piece of bread'də də yine biz of'dan əvvələ baxırıq. A piece of'dan işlənibdir. Bizdən də there is istəndiyi üçün burada da bir səhvimiz yoxdur. A kilos of apples. Biz yenə eyni qaydada of'dan əvvələ baxırıq. Kilos sözü cəmdədir. Cəmdə olduğu üçün bizdə is ifadə olunub. Bu demək yanlışdır. Burada are olsaydı biz bunu düz götürə bilərdik. Və sonuncuda da yenə eyni qaydada of'dan əvvələ baxırıq. Slices sözü cəmdədir. Cəmdə olduğu üçün there is-lə işlənə bilməz. Buna görə bu da yanlış cavabımızdır. Bizdən yanlışlar işləndiyi üçün 2, 5, 6 yəni A cavabımız doğru cavabdır. Keçid edirik 36-cı suala. 36-cı sualda bizdən choose the line of plural nouns, yəni cəmdə olan isimlərdən ibarət cərgəni istəyir. Baxaq, birinci cərgəmizdə actress, name, cheese. Biz görürük ki, hər üç ismimiz təkdədir. Təkdə olduğu üçün bu variantımızı atırıq. B variantının knives, boys, oxen. İlkin olaraq boys və oxen sözləri düzgündür. Yazılış qaydaları düzgündür. Cəmdə cəm istədiyi üçün bu cavablarımız düzdür. Amma knife sözü biz bilirik ki, əgər bizim sözümüzün sonu f, e hərfləri ilə bitirsə, bu sözlərin plural forms düzəldərkən bu hərflər düşür, v ilə əvəz olunur və üzərinə es əlavə olunmalıdır. Knife sözündə də sözün kökü bu formada yazıldığı üçün, yəni knife f ilə yazıldığı üçün biz bunu cəmləyəndə f, e olan hissəni atırıq. F, e olan hissə v-yə keçir, üzərinə də es artırılır. Buna görə bu sözün düzgün cəmlənmədiyi üçün bunu atırıq. C variantında sheep, cattle, poultry. Cattle və poultry sözləri bizim həmişə cəmdə olan isimlərin içərisində öyrəndiyimiz sözlərdir. Sheep sözü də biz onu həm tək həm də cəmdə götürə bilərik. Bu cavabımız doğrudur. D variantında dey sözü. Dey sözü y-dan əvvəl sait gəlib. Sait gəldiyi üçün biz bilirik ki, bu tərzdə olan sözləri cəmləyərkən əgər y-dan əvvəl sait gəlibsə, bu zaman biz sadəcə s əlavə edirik. Yox, əgər samit gəlibsə, bu zaman dəyişiklik baş verir. Bu sözdə y-dan əvvəl sait gəldiyi üçün heç bir dəyişiklik baş verməməlidir. Və eyni zamanda roof sözü f ilə bitən sözlərin qaydasındakı istisnalarımızdan biridir. Roof sözündə heç bir dəyişiklik baş vermir. Bu da yanlışdır. Və sonuncu cavabımız da polis sözü doğrudur, men sözü doğrudur. Amma zoo sözü bizim o ilə bitən sözlərin istisnasında öyrəndiyimiz sözlərdən biridir. Zoo sözü sadəcə s vasitəsilə cəmlənir, es vasitəsilə cəmlənmir. Buna görə burada da bu yanlışdır. Düzgün cavabımız qalır C variantı. 37-ci sualda bizdən istənir ki, choose the correct pronoun. Yəni biz düzgün əvəzliyi burada seçməliyik. Seçmə bir sualdır. Gəlin baxaq. Birincisində she isn't fond of trousers. Take them.
Artıq baxan kimi zaten bizə bəlli olur ki, take dediyi üçün feildir. Feildən sonra burada biz obyekt halda olan bir əvəzlikdən istifadə etməliyik. Obyekt halda olan əvəzliyimizdə trousers sözü cəmdə olduğu üçün cəmdə olan sözlərin obyekt halı themdir. Bizim ikinci tərəfi them olan yalnız bir variantımız var. O da olur A variantı. Mən yenə də yerinə qoyub yoxlayıram. Trousers sözü cəmdədir deyə this doğrudur. Take'dən sonra obyekt hal gəlir. Obyekt halımda trousers sözü cəmdə olduğu üçün burada da yenə them doğrudur. Demək burada heç bir yanlışlıq yoxdur. 1 oldu A. İndi ikinciyə baxıram. İkincidə look at demə. Burada mən sözü təkdə olduğu üçün mən bura həm that mən deyə bilərəm. Yəni look at demə. Bu formada da işlənə bilərdi. Amma burada bir hadisə baş verir. Necə? Əgər mən bura z əlavə eləsəm, bundan sonra z artikli işlənə bilməz. Və eyni zamanda mənim bura D variantım da uyğun gəlir. Demək, mən B variantını buradan silirəm. B variantım uyğun gəlmədi. Biz bilirik ki, demonstrative pronounsdan və possessive pronounsdan sonra isim gəlirsə, onların arasında artikeldan istifadə edə bilmərik. Sonuncuda she sends letters to us. Letters sözü cəmdədir. Cəmdə olduğu üçün biz bura ya demonstrative pronounsdan cəmdə olan sözlərdən, cəmdə olan əvəzliklərdən birini işlətməliyik, ya da aslı əvəzliklərdən birini işlətməliyik. Bu zamanda üçüncüdə də olur C variantı. Uyğunlaşdırsaq 1A, 2D, 3C. Düzgün cavabım olur E variantı. 38-ci sualda bizdən istənilir ki, how many variants are not correct? Yəni neçə cavabın düzgün olmadığını seçməliyik. İlk olaraq biz bilirik ki, notdan sonra ümumiyyətlə bəzi mənasını istisna etməklə inkar cümlələrində, inkar əvəzlikləri ilə samdan istifadə edə bilmərik. Buna görə də not some furniture sözü ifadəsi yanlışdır. Səhvlərimizdən biri budur. İkincisində no any book. No'dan sonra artikellar işlənə bilmədiyi kimi any'də istifadə oluna bilməz. Buna görə bu da yanlışdır. Somewhat, burada heç bir səhvlik yoxdur. Much earthquake. Earthquake sözü countable sözlərdə istisnalardan biri olduğu üçün biz bunu much-la ifadə edə bilmərik. Demək, yanlışlarımızdan biri də budur. Some tables. Some'dan sonra gələn countable söz mütləq cəmdə olmalıdır. Buna görə table sözdə countable olduğu üçün heç bir səhvlik yoxdur. A lot of rice. A lot of uncountable-la da işlənə bildiyi üçün burada da bir səhvlik yoxdur. A lot mansion. Demək, malikanə sözü countable-dır və eyni zamanda da isimdir. İsim olduğu üçün biz bilirik ki, a lot feillərlə, a lot of isə isimlərlə istifadə olunur. Buna görə də isimlə işlənməli idi. A lot olmaz, a lot of olmalıydı burada. Demək, bu da yanlışdır. Many child, many'dən sonra gələn countable söz mütləq cəmdə olduğu üçün cəmdə olmalıdır. Buna görə də many child yox, many children olmalıydı. Və sonuncuda a lot of floor. Biz bilirik ki, bir var floor sözü. Floor sözü döşəmə deməkdir. Bir də var floor, yəni un. O hərfi olarsa bu un deməkdir. Və amma burada bizə döşəmə sözü ifadə olunubdur. Döşəmə sözü countable-dır və a lot of deyirsə biz artıq bunu mütləq cəmləməliyik. Çünki a lot of-dan sonra gələn countable söz mütləq cəmdə olmalıdır. Demək, bu da yanlış cavablarımızdan biridir. Bizdən səhv olanı istəyir. 1, 2, 3, 4, 5 və 6. Cavabımız olur A variantı. Daha sonra 39-cu sualda bizdən istənilir ki, choose the correct sentence with the possessive case of nouns. Yəni, isimlərin yerli halına aid olan düzgün cümlələri seçməliyik. Birinci cümləmizdə that girl's mother is an actress. Biz bayaqki suallarda da qeyd etdik ki, demonstrative pronouns yerli halda olan sözün birinci tərəfi ilə uzlaşır. Yəni, girls sözündə S apostrof olduğu üçün biz bunu cəmdə olan demonstrative pronounsdan ifadə etməliydik. This və yaxud da those olsaydı burada düzgün cavab olardı. Demək, bir səhvdir. Bir olan cavablarımızı atırıq. İkinci cümlədə the ocean of the water is blue. Biz bilirik ki, cansız isimlərin yerli halı düzəldilərkən ofdan istifadə olunur və burada tərəflər mütləq yerlərini dəyişdirir.
Burada tərəflərin yeri okeanın suyu dediyi üçün okeanın suyunda su sözü əvvəldə işlənməli idi. Okean sözü isə sonra işlənməli idi. Yəni the water of the ocean is blue formasında olmalı idi. Buna görə bu cümləmiz də yanlışdır. Üçüncümüzdə are that students pens red. Biz bilirik ki demonstrative pronouns bayaq da qeyd etdiyimiz kimi apostrof s apostrof qəbul edən sözdən uzlaşır. That students dediyi üçün bundan sonra gələn söz apostrof s-lə işlənib. Burada bir səhvlik yoxdur. To be isə yəni cümlənin xəbəri isə apostrof s apostrofdan sonra gələn sözdən uzlaşır. Pens sözü cəmdədir. Cəmdə olduğu üçün are-dan işlənib. Yəni bu cümləmizdə hər şey düzdür. Demək biz 2 olan cavabları da atmışdıq. 3 bizim düzgün cavabımızdır. Hələ ki. Dördüncüdə the days of the week is 4. Burada biz yenə eyni qaydada of-dan əvvələ baxmalıyıq. Of-dan əvvəl gələn sözümüz days'dir və bu cəmdədir. Cəmdə olduğu üçün is yox are olmalıydı. Demək bu da səhvdir. Beşincidə this was color is colorful. İlkin baxışda this ilə was uyğunlaşması düz kimi görünsə də, divarların rəngi deyəndə divarlar cansız olduğu üçün, cansız isimlərin yəli halı of vasitəsilə düzəldiyi üçün bu da yanlış variantdır. Demək 5 olan cavabımızda çıxırıq. Artıq cavabımız bizə məlumdur. Yenə də sonuncuya da baxırıq. A little child's toys are new. Balaca uşağın oyuncaqları yenidir. Toys sözü cəmdə olduğu üçün are-dan işlənib. Burada demək heç bir yanlışlıq yoxdur. Hər şey düzdür. Düzgün cavabımız qalır 3-cü və 6-cı cümlələrimiz. 40-cı sualda choose the correct pronoun for the underlined word. Altından xətt çəkilmiş sözümüz Ayla reads interesting stories every day. Burada altından xətt çəkilib Aylanın və interesting stories. Biz bilirik ki, əgər cümlə əvvəldən başlayıbsa, yəni cümlənin əvvəlində biz əvəzliyi seçməliyiksə, bu zaman personal pronouns'un adlıq halından istifadə edirik. Burada isə Ayla qadın cinsində olduğu üçün biz she-dən istifadə edəcəyik. Buna görə də he olan variantları atırıq gedir. Reads interesting stories. Read feildir. Feillərdən sonra obyekt dal olmalıdır və stories sözü də cəmdə olduğu üçün, yəni maraqlı hekayələr cəmdə olduğu üçün, cəmdə olan sözlərin də obyekt dalı zəm vasitəsilə düzəldiyi üçün cavabımız olur C variantı. Ayla hər gün maraqlı hekayələr oxuyur. Aylanı she ilə əvəz etdik, interesting stories də zəmlə əvəz etdik. Cavab oldu C variantı. Daha sonra keçid edirik 41-ci cümləyə. Write the sentence in the negative form. Yəni biz bizə verilən cümləni inkar formasında yazmalıyıq. Your aunt and Namik sisters are afraid of snakes. Bizə məlumdur ki, to be ilə düzəlmiş cümlələrin inkar formasını düzəldərkən to be-dən sonraya not hissəciyi artırılır. To be-dən tam sonraya not hissəciyi artırmalıyıq. Baxırıq birinci cümləmizə. Birinci cümləmiz bizə məlum olduğu kimi sual cümləsidir. Bizdən negativ form istədiyi üçün bunu atırıq gedir. B variantında cümləmizdə dəyişiklik baş verib. Çünki your aunt apostrof s əlavə olunub, amma bizim cümləmizdə belə bir hal yoxdur. Buna görə bunu da atırıq gedir. C variantında are afraid of not formasındadır. Amma biz bilirik ki, inkar cümləsi düzəldilərkən to be üstəgələk not hissəciyindən istifadə olunur. Burada da quruluş düzgün deyil deyə bu variantımız da yanlışdır. Your aunt and Namik sister are not afraid of snakes. To be üstəgələk not hissəciyi, sonra isə feildən istifadə olunub. Burada hər şey doğrudur. Və sonuncu cümlədə də eyni qaydada dəyişiklik olunub. Your aunt deyilir və eyni formada bundan əlavə olaraq not are-dan istifadə olunub. Biz dediyimiz kimi to be üstəgələk not hissəciyi olmalıdır. Burada yanlış olduğu üçün Y variantında atırıq. Düzgün cavabımız qalır D variantı. 42-ci sualda which sentences are correct? Hansı cümlələrin düzgün olduğunu seçməliyik. Baxırıq birinci cümləmizə. They scared of this snake. Buradan bizə məlumdur ki, scared to be feildir. To be feil olduğu üçün burada mütləq are-dan istifadə olunmalıydı və yaxud da keçmiş zamandadırsa word-dən istifadə etməliydik. Demək birinci cümləmiz yanlışdır. Bir olan cavablarımızı atırıq. Educational programs are new for me.
Burada proqramsdan söhbət gedir, cəmdədir. Cəmdə olduğu üçün are-dan istifadə olunub. Demək, ikinci cümləmizdə hər şey doğrudur. Life with animals is interesting. Biz bilirik ki, əgər bizim cümləmizdə prepositions, yəni söz önü işlənibsə, bu zaman xəbər söz önündən əvvəl gələn sözlə uzlaşmalıdır. Burada isə life sözü təkdədir. Təkdə olduğu üçün biz bundan izdən istifadə edirik. Yəni burada hər şey doğrudur. Sonuncu cümlədə isə Fidan and I are classmates. Burada Fidan və mən 2 nəfər olduğumuz üçün are-dan işlənib. Bu hissəsi doğrudur. Amma sonda classmate yox, classmates formasında olmalıydı. Çünki 2 nəfərdən söhbət gedir. Demək, 4 olan cavablarımıza çıxırıq. Cavab qalır 2, 3, yəni D variantı. 43-cü sualda choose the correct variant, yəni düzgün variant bizdən istənilir. Bu quantity expressions bölməsinə daxil olan bir sualdır. Some pairs of glove. Biz bilməliyik ki, ümumiyyətlə pair, yəni cütlə işlənən sözlərimiz cəmdə olur. Çünki cəmliyi bildirir, cəmli anlayışını ifadə edir. Bir neçə cüt əlcəkdən söhbət gedir. Buna görə də glove sözü mütləq gloves formasında olmalıydı. A variantını atırıq. B variantında əgər numarativ sözün qarşısına miqdar sayı işlənibsə, bu zaman həmin o numarativ söz mütləq cəmlənməli idi. Yəni 5 games formasında olmalıydı. Bunu da atırıq gedir. C variantında biz bilməliyik ki, numarativ sözün qarşısında mütləq artikeldan istifadə olunmalıdır, təkdə olduğu halda. Əgər artikeldan istifadə olunmasa, bu hal yanlış olur. Buna görə də bu variantımızı da atırıq. Much cups of tea. Burada much sözü cups sözü ilə uyğunlaşıb. Cupsla uyğunlaşdığı üçün cups sözü də countable və cəmdə olduğu üçün bu variantımız da yanlışdır. Və sonuncuda 2 kilos of cheese. Miqdar sayı işləndiyi üçün kilo sözü cəmdədir. Cheese sözü də uncountable olduğu üçün biz bunu təkdə yazmışıq. Demək, E variantımız doğru cavabımızdır. 44-cü sualda how many variants are wrong ifadə olunub. Yəni bizdən neçə variantın yanlış olduğunu istəyir. Bayaq da qeyd etdiyimiz kimi demonstrative pronouns birinci gələn tərəfdən uzlaşır. Yəni apostrof S apostrof qəbul etmiş sözlə uzlaşır. Burada isə həm sözün yəli halı yanlış yazıldığına görə S apostrof S formasında olduğu üçün belə bir quruluş yoxdur. Bunu atırıq. These children's homework. Burada da yine eyni qaydaya nəzər yetirir. Children sözü cəmdə olduğu üçün this-lə işlənməz. Buna görə bu cavabımız da yanlışdır. Üçüncü cümləmizdə that needs bag. Burada needs sözü təkdə olduğu üçün that işlənib. Burada hər şey düzdür. Bag sözünə də biz əhəmiyyət vermirik. Çünki bizə burada lazım olan demonstrative pronouns'un işlənməsidir. Demək 3 düzdür. Bizdən səhv olanları istədiyi üçün 1-i, 2-ni kənarda qeyd edirik. 1, 2 bizim hələ ki səhv olan variantlarımızdır. A few jeans color. Jeans şalvarın rəngi. Bu cansız ismin yəli halını düzəldiyi üçün burada apostrof S yox, of olmalıydı. Of yazılmadığı üçün 3-cü cümləmizdə yanlış cümləmizdir. Your teeth color. Özür istəyirəm. 3-cü yox, 4-cü cümləmizdə yanlış oldu. Sayı olaraq 3-cüdür, amma rəqəm olaraq 4-cüdür. Sonra your teeth color dişlərinin rəngi. Dişlərin rəngi dediyi üçün dişlər cansızdır. Cansız olduğu üçün of vasitəsilə düzəlməli idi. Demək 5-ci cümləmizdə yanlışların içərisinə daxil olur və sonuncuda that boys sisters demonstrative pronouns birinci tərəfdən uzlaşdığı üçün, yəni boys sözü apostrof S qəbul etdiyi üçün bu doğru cavabımızdır. Bizdən səhv olanları istəyir. Birinci, ikinci, dördüncü və beşinci cümlələrimiz yanlışdır. Yəni 4 dənəsi o da olur. Düzgün cavabımız B variantı. 45-ci sualda bizdən düzgün variantı istəyir. Choose the correct variant. Biz burada da indefinite pronouns, yəni quantifiers bölməsinə nəzər yetiririk. Biz bilirik ki, bəzi inkar cümlələrində some cümlənin əvvəlində, mübtədanın qarşısında və bəzi mənasında inkar cümləsində işlənə bilir. Buna görə də biz bura some əlavə edirik. İkinci tərəfdə isə, buradakı boşluqda isə inkar cümləsi olduğu üçün, inkardan sonra işləndiyi üçün burada isə yenidən istifadə edirik. Düzgün cavab qalır C variantı. Bəzi şagirdlər tərəvəzləri xoşlamır.
Bəzi mənası olduğu üçün some burada işləndi. İnkar cümləsi olduğu üçün isə enini də ikinci boşluqda istifadə etdik. Daha sonra keçid edirik növbəti sualımıza. Növbəti sualımızda bizdən düzgün, how many variants are correct? Neçə variantımızın düzgün olduğu istənilir. Baxırıq birinciyə. Some deer. Biz bilirik ki, deer ismi maral deməkdir və tək və cəm forması eyni olan isimlərin içərisindədir. Buna görə də bunun some'la işləməsi heç bir problem yoxdur. Bu cavabımız doğrudur. Many news programs. Burada xəbərdən yox, xəbər proqramlarından danışdığı üçün, many işləndiyi üçün və proqram sözdə cəmdə olduğu üçün burada da heç bir yanlış cavab yoxdur. Much silk dresses. Burada ipəkdən yox, ipək donlardan, ipək paltarlardan söhbət getdiyi üçün biz bunu much vasitəsindən istifadə edə bilmərik. Bu yanlışdır. Buna görə də bu cavabımızı atırıq. Bu bizə uyğun cavab deyil. A lot books. Bayaq da qeyd etdiyimiz kimi isimlərlə a lot of, feillərlə isə a lotdan istifadə olunur. Books da isim olduğu üçün biz bunu a lot of-dan yaza bilmərik. Demək bu da yanlış cavabımızdır. A little pants. Pants sözü cəmdə olduğu üçün little'ın qarşısındakı e artiklı bura uyğun gəlmir. Yəni ümumiyyətlə cəmdə olan bir söz olduğu üçün biz bunu a little-dan işlədə bilmərik. Demək bu cavabımızı da atırıq. Many butter knives. Burada da yağdan yox, yağ bıçaqlarından danışır. Bıçaqlar sözü cəmdədir. Bu many ilə işlənə bilər. Amma burada bir məqam var. Bu məqamda knife sözünün cəmlənmə qaydasıdır. Bayaq da qeyd etmişdim ki, f ilə bitən isimlər cəmlənərkən f hərfləri düşür, v-yə keçir və üzərinə es artırılır. Bu da knives formasında cəmlənməlidir. Buna görə bu da səhvdir. Demək, düzgün cavabımız qalır. Yalnız 2 variantımız. O da olur C variantı. 47-ci sual sadə suallarımızdan biridir. 47-ci sualda bizdən istənilir ki, düzgün variantı seçək. This is car, but that is not. Heç bir şey yoxdur. Demək, nöqtələrdən sonra isim gəldiyi üçün burada aslı əvəzliklərimizdən biri olmalıdır. Digər formasında nöqtələrdən sonra heç bir şey gəlməyib. Demək, burada biz istifadə etməliyik müstəqil əvəzliklərimizdən birini. Birinci tərəf aslı, ikinci tərəfə müstəqil olan variantlara nəzər yetiririk. A variantı buna uyğun deyil. B variantı doğrudur. C variantı uyğun deyil. D variantı uyğun deyil. Y variantı uyğun deyil. Əgər G variantının birinci tərəfə uyğun gəlir, amma ikinci tərəfi bizə uyğun deyil. Həmçinin də digər variantlarda. Birinci tərəf aslı, ikinci tərəfi müstəqil, o da olur B variantı. Bu mənim maşınım deyil, amma bu mənim maşınımdır, amma o mənimki deyil. Yəni burada bu forma ilə istifadə olunub. Mənimkidən sonra da isim gəlməyib. Demək burada müstəqil olmalıdır. 48-ci sualda choose the correct word. Biz burada düzgün sözü seçməliyik. People buy bread and cakes from the. İnsanlar çörəyi və kekləri, yəni kökələri hardan alırlar? Təbii ki, bakers, yəni çörəkçidən. Bu cavabımız doğrudur. Choose the correct uncountable and compound nouns. Biz elə isimlərdən ibarət cərgə seçməliyik ki, bura daxil olan sözlərimiz həm uncountable olsun, həm də mürəkkəb söz olsun. A variantında knowledge, billiards, fresh heç biri bizə uyğun cavab deyil. Uncountable olsa da knowledge ilə billiards compound deyil, fresh isə ümumiyyətlə isim deyil. Demək bu variant yanlışdır. Water sport, snowball, headache. İlkin baxışda water sport, snowball, headache hər üçü mürəkkəb sözdür. Demək bu şərti ödəyir. Ancaq snowball sözü countable sözlərdə istisna olduğu üçün bu sözə görə də bu variantı atırıq. Basketball, homework, sunshine hər üçü mürəkkəb sözdür və hər üçü uncountable sözdür. Demək bu cavab doğrudur. Room, timetable, breakfast. Bu cavabımıza da ümumiyyətlə əlaqə yoxdur. Buna görə də room sözü bizdə mürəkkəb söz deyil deyə bunu da atırıq. Timetable-da işlənmir. Uncountable kimi. Sonuncuda isə flower, furniture, floor. Ümumiyyətlə bu sözlər mürəkkəb sözlər deyillər. Bir tək furniture sözü uncountable-dır. Yerdə qalanlar da countable-dır. Furniture sözünün yalnız uncountable olduğuna görə və compound olmadıqlarına görə bunu da atırıq. Düzgün cavab qalır C variantı. Və sonuncu sualımızda bizdən istənilir ki, how many variants are correct? Yəni neçə ismimiz düzgündür? Bunları seçməliyik. İlk
İlk olarak birinciden an information. Information sözü uncountable söz olduğu için biz bunun karşısında article istifade edebilmelik. Demek bu cevabımız yanlıştı. A tasty milk. Milk sözü uncountable olduğu için bunun karşısında article istifade olunabilmez. Demek bu da yanlıştı. Five pieces. Piece sözü hisse demekti. Hisse sözü countable'dı. Countable olduğu için bunun karşısında miktar sayı işlenip ve cemlenip demek burada her şey doğrudur. A wind. Wind sözü tabiat hadiselerin istisnalarından biridir ve countable olduğu için a article ile işlenip demek bu da doğrudur. Vegetable soup. Burada terevezden yok. Terevez supundan söhbət gedir. Hiçbir article ve yaxud da miqdar sayı yoktur. Demek burada da bir yanlış bir şey yoktur. A rice. Rice sözü düyü demekti. Düyü sözü uncountable'dır. Uncountable olduğu için biz bunu a article ile istifade edebilmeliyiz. Sense. Sand kum demekti. Uncountable'dır. Uncountable olduğu için biz bunu da düzgün götürebilmeliyiz. Çünkü uncountable sözler cemlenmir. Ve sonuncu da a butter knife yani yağ bıçağı. Bıçak sözü burada tektedir. Tekte olduğu için a article ile işlenip burada ise hiçbir yanlışlık yoktu. Demek bizden düzgün olanlar istenildi. Five pieces, a wind, a butter knife. Düzgün olan yalnız 3 cevabı ve hatta bir de vegetable soup. Düzgün olan 4 cevabımız var. 4 olan da olur B variantı. 5'dan pieces işlendi. A wind bu da doğrudu. Vegetable soup da doğrudu. A butter knife da doğru cevabımız. Yani B variantı. Sualların izahı bu kadar. Ümid edirəm ki, hər şey sizin üçün aydın oldu. Bütün sınavlarda sizlərə uğurlar arzulayıram.